Salam, kinetik enerji MHM testlərinə baxırıq. İlk sualda bizdən enerjinin vahidini soruşur. İlk öncə gəlin enerjinin vahidini yazaq. Enerjinin yerinə məsələn kinetik enerjini yazsaq, mv kvadratı bölü 2-dən m-in yerinə yazarıq kiloqram və mv kvadratı olanda v nə idi? Metr bölünsün saniyə, kvadratı da olanda olacaq metrin kvadratı bölünsün saniyənin kvadratı. Və burada bir də Newton qüvvə var deyən, gəlin qüvvəni də yazaq ki, bəri başdan. Qüvvənin də vahidi F bərabərdir nəyə? Metr bölünsün, daha doğrusu MA-dan kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. İndi gəlin birinciyə baxaq. Birincidə Newtonu vururuq metr bölünsün saniyə. Bax, bu, yəni aşağıdakı ifadəni bir dəfə də metr bölünsün saniyəyə vuranda, burada saniyə aşağıda məqsəddə 3-cü dərəcədən olar. Bizə isə lazımdır ki, 2-ci dərəcədən olsun. Ona görə biri götürmürük. Gəlirik ikinciyə. İkincidə kiloqramı vururuq metr bölünsün saniyəyə, ancaq bizə lazımdır metrdə saniyədə kvadratik olsun. Üçüncüdə isə Newtonu metrə vururuq. Baxın, bax, bu aşağıdakı ifadəni bir dəfə də metrə vuranda, bəli, bizə Joule-un açılışını verəcək. Ona görə yalnız 3-ün olduğu variantı götürürük. Sonra gəlirik ikinci sualda. İkinci sualda Newton bölünsün metr. Bax, bu Newtonun açılışıdır aşağıdakı. Onu bir dəfə də metrə böləndə metrlər gedir. Bizə də lazımdır metr kvadratik olsun. Ona görə 1-i götürə bilmirik. Ancaq ikinci baxın eyni Joule-un açılışıdır. 2-ni götürürük. Gəldi 3-ə. 3-ü də yenə götürə bilmirik. Çünki əgər baxın Newton, bu Newtonun açılışıdır. Newtonu bir dəfə də saniyəyə bölsək, burada saniyə 3-cü dərəcədən olar. Ona görə yalnız 2-nin olduğu B variantını götürürük. İndi sürət zaman qrafiki verilən cismin kinetik enerjisi hansı zaman aralığında artır? Kinetik enerji nədir? Sürət enerjisidir də, yəni mv kvadratı böl 2-dir. Kinetik enerji asılıdır birbaşa nədən? Sürətdən. Sürət artırsa o da artır, azalırsa o da artır. Baxın, azalır. Baxın, birinci hissədə sürət artır. Görürsünüz, T-dən uzaqlaşır. Deməli, kinetik enerji də artır. İkinci hissədə sürət stabil qalıb, dəyişmir. Deməli, kinetik enerji də dəyişmir. Üçüncü hissədə sürət aşağıya doğru, yəni aşağı deməyək daha doğrusu zaman T oxuna doğru gəldiyi üçün azalır. Sürət azalırsa, deməli, kinetik enerji də azalır. Bu da bizə lazım deyil. Bizə lazımdır ki, artsın. Ancaq 4-də baxın, T oxundan uzaqlaşdığı üçün 4-cü hissədə sürət X oxunun əksi istiqamətində artır. Hər halda artdığı üçün, deməli, kinetik enerji də artacaq. Onsuz da biz öyrənmişdik ki, kinetik enerji mənfi qiymət ala bilmir. Əsas odur ki, modul artırsa, bu da artacaq. Onda 4-ü də götürürük, 5-də azalır, baxın T-yə yaxınlaşır, 5-i götürmürük. Yalnız 1-in və 4-ün olduğu variantı götürürük. Sonra növbəti sualda. Növbəti sualda baxın, belə bir şəkil var və bu şəklə əsasən biz tapmalıyıq ki, nə zaman mütləq sürtünmə qüvvəsi təsiri vardır. Baxın, KL haradır? Bax, bu birinci buradır. LM ikinci hissə, bir də var MN üçüncü hissə. Bax, bu hissələrdə deyir, kinetik enerji azalır. Və soruşur ki, bu aralıqların hansında mütləq şəkildə sürtünmə qüvvəsi var. Baxın, müəyyən bir nöqtədən sərbəst düşən bir cisim var. Baxın, sərbəst düşür. Və aşağıya doğru H hündürlükdən aşağıya doğru düşdükdə nə baş verir? Da bunu sərbəst düşmə hərəkətindən keçmişik. Sürət artır. Yəni, aşağıya doğru müəyyən bir yerə səthə çatana qədər sürət artır. Bax, bura çatanda müəyyən bir sürətdə olur artıq. Məsələn, X sürətində. İndi, burada da eyni sürətlə düz xəttli hərəkət etdiyi üçün nə sürət, nə də kinetik enerji dəyişməməlidir. Ancaq bizə deyir ki, azalıb kinetik enerji. Deməli, sürət də azalıb. Bəs sürəti azaldan nədir? Mütləq şəkildə burada bir dənə sürtünmə qüvvəsi var ki, sürəti azaldır. Ona görə burada mütləq bir sürtünmə qüvvəsi var. İkinci hissədə, bax, burada məsələn, müəyyən bir sürətlə gəldi və yuxarı qalxır. Burada sürtünmə qüvvəsi olsa da, olmasa da yuxarıya doğru hərəkət olduğu üçün onsuz da sürət azalacaq, dolayısıyla kinetik enerji də azalacaq. Niyə? Baxın, burada şaquli yuxarıya doğru atılan cisimlərin hərəkətini yadımıza salaq. Yuxarıya doğru müəyyən bir sürətlə atanda nə baş verirdi? Hər saniyə sürət onun azalırdı. Yəni, bu da müəyyən bir H hündürlüyünə çıxdığı üçün sürət azalacaq. Yəni, ikinci hissədə biz
Əminliklə deyə bilmərik ki, burada sürtünmə varmı, yoxmu? Çünki onsuz da sürtünmə olmasa da, orada kinetik enerji azalmalıdır. Gəlirik növbəti hissəyə. Buradan, baxın, bir dənə cisim var. Cisim aşağıya doğru sürüşəndə, yəni burada bir ağırlıq qüvvəsi təsir edir. Aşağıya doğru düşdükcə, yuxarıdan aşağıya sürət artmalıdır. Sürət artanda kinetik enerji də artmalıdır. Ancaq bizə məlumat verilir ki, azalır. Deməli, burada kinetik enerjini azaldan bir səbəb var. O da sürtünmə qüvvəsidir. Buradan gördük ki, birinci və üçüncü hissədə mütləq şəkildə sürtünmə qüvvəsi mövcuddur. Bu da hansıdır? K və L, M və N. K, L, M, N. D variantı. Beşinci sualda. Üfüqi yolda düz xətli hərəkət edən 4 kiloqram kütləli cismin sürəti 6-dan 12-yə artırdığı zaman kinetik enerji neçə joule artmış olur? İndi başlanğıcda bir cismin kütləsi 4-dür, sürəti də 6-dır. Başlanğıc sürəti. Onda kinetik enerji bərabər olacaq M, V-nin kvadratı bölünsün 2-yə. Buradan da ixtisar apardıq, oldu 36, 2, 72. Başlanğıcda kinetik enerji 72. Sonra sürət artdı, oldu 12. Sürət artanda kinetik enerji də dəyişdi. Oldu mv kvadratı bölü 2-dən m-in yerinə 4, v kvadratının yerinə 12 kvadratı bölü 2. Buradan da ixtisarlarımızı apardıq. Bu da oldu 2 vurulsun 12-nin kvadratına. İndi görək ikinci halda nəyə bərabər oldu? Demək, 2-ni vurdu 12-nin birinə oldu 24. 24-ü də 12-yə bizə dəqiqə bunda bura. 4. Bu da eləyir 288. 72-dən gəldi 288-ə. Və bizə deyir ki, neçə joule artmışdı. Yəni, neçə dəfə demir. Neçə joule artmışdı deyirsə, onda 288-dən 72-sini çıxırıq. Bu da burada yerdə qalır 6, 1, 216, yəni D variantı. Altıncı sualda. Üfüqi yolda hərəkət edən M kütləli cismin sürəti 4 dəfə artarsa, kinetik enerji neçə dəfə artar? Üfüqi yolda hərəkət edən cismin sürəti deyirsə, sürətlə kinetik enerji necə asılıdır? Kvadratik düz asılıdır. MV kvadratı bölü 2-dən. Yəni, sürət 4 dəfə artanda kinetik enerji onun kvadratı 16 dəfə artmış olacaq. 7-də K və L avtomobillərinin sürətlərini 4 və 2 verib, kütlələr eynidir. Hər ikisinin kütləsi M-ə bərabərdir və bizə deyir ki, kinetik enerjilərinin nisbətini tap. Gəlin birinci haldakı kinetik enerjiyə baxaq. M, V kvadratı, V kvadratının yerinə 4-ün kvadratı yazıram, bölünsün 2-yə. Buradan da 4-ün kvadratı 16, 16-nı da 2-yə böldük, oldu 8M. Birinci halda tapdıq 8-i. Gəlin indi ikinci hala baxaq. M-in yerinə yenə də M yazsaq, böl 2-yə vur, 2-nin də kvadratı 4-dür. Buradan da ixtisar apardıq, yerdə qaldı 2M. Baxın, indi birinci hala, ikinci hala böləndə, yəni 8M-i 2M-ə böləndə nə düşür? M-lər gedir, 8-i də 2-yə böldüm, yerdə qaldı 4. 8-ci sualda. Baxırıq, bizə impuls verib və kinetik enerji. İşin içində kinetik enerji də varsa, onda biz kinetik enerjinin impulsla olan düsturlarına baxırıq. Kinetik enerjinin impulsla olan hansı düsturlarını tanıyırdıq? Demək, nə var idi orada? P, V bölünsün 2, birində də var idi P-nin kvadratı bölünsün 2M. Yaxşı, indi mən bunun hansını götürüm? İndi gəldik ora. Baxırıq ki, burada kütlə varsa, kütlə ilə olanı götürəcək. Yəni, bu getdi işinə, yerdə qaldı P kvadratı bölünsün 2M. Buradan impulsla kinetik enerji arasında necə bir asıllıq var? Kinetik enerji impulsla kvadratik düz asılıdır. Yəni, ilk halda buna sizin kütlələrin nisbətini tapın. Bizə deyir ki, kinetik enerjiləri bərabərdir. Baxın, birinci halda kinetik enerjiyə Y kinetik yazdım. Bərabərdir. Deməli, P-nin yerinə yazıram P kvadratı. Bölünsün 2M. MK. Birincinin çünki kinetik enerjisinə baxırıq. İndi keçirəm ikinci hala.
ikincinin kinetik enerjisini tapmağa. Və bizə deyir ki, kinetik enerjilər ikisi də bir-birinə bərabərdir. Yəni ikincinin də kinetik enerjisi onsuz da eyni şeydir, bərabərdir. Sadəcə bu səfər p kvadratının yerinə 3p-nin kvadratı olan 9p kvadratı yazıram. Aşağıda da 2, m-in də yerinə bu səfər ml yazıram. Axı kütlələr fərqlidir. İndi demək bizə deyir ki, indi bizə lazımdır m-lərin deməli nisbəti lazımdır bizə. Baxaq. Baxın, burada 2-lər hər ikisində eynidir, ixtisar gedir. P kvadratları ixtisar gedir. Kinetik, demək, burada kinetik enerji bərabərdir. 1 bölünsün MK-ya, burada da 9 bölünsün ML-ə. Demək, MK ML-dən 9 dəfə böyükdür. Onda, daha doğrusu ML MK-dan 9 dəfə böyükdürsə, onda MK-nı ML-ə böləndə bu da bizə 9-da 1 verəcək. Burada da bu qəlpənin partlaması, bu da maraqlı sualdır. İndi gəlin buna baxaq. Tarazlıq vəziyyətində olan 4 kiloqram kütləli cisim tarazlıq vəziyyətində necə? Yəni hərəkətsiz. Başlanğıcda bu bir qəlpədir, tam şəkildə hərəkətsiz durub bax belə yerində. Hərəkətsizdirsə, bunun impulsu da, kinetik enerjisi də nəyə bərabər olur? Sıfıra bərabər olur. Buradan biz kinetik enerjiyə keçid eləmək üçün impulsun saxlanması qanunundan istifadə edəcəyik. Sonra bu gəlir, yəni 2 hissəyə bölünür. Baxın, 2 hissəyə bölündü. Və kütlələr 2-1-ə nisbətində ayrıldı. Bax, normalda kütləsi 4 kiloqram idisə, kütlə ayrıldı. 3 kiloqram da bura düşdü. Və başlanğıcda bu cismin impulsu sıfırdırsa, sondakı impuls da sıfıra bərabər olmalıdır. Necə eləyək ki, sondakı impuls sıfıra bərabər olsun? Onda bunu sol tərəfə gedən bu qəlpə ilə sağ tərəfə gedən qəlpənin impulsları bir-birinə bərabər olmalıdır ki, biri mənfi, biri müsbətdir. Toplayanda bir-birini sıfıra götürsünlər. Onda baxıram ki, bax buradakı sürətləri biz, bax bu tərəfdəki sürəti 3x götürüb, bu tərəfi də 1x götürə bilərik. Baxın, 1 nisbətində, 3 nisbətində çarpaz bölüb. Bu tərəf oldu 3v, bu tərəfdə oldu v və yaxud da x fərqi yoxdur. İndi bura qədər gəldik. Bura qədər problem yoxdur. Davam edək. İndi bizə deyir ki, partlama sonrası el cisminin kinetik enerjisi 24 joule olduğuna görə, bax, buradan artıq işintinə keçid eləyəcək. Baxın, el cismi hansıdır? Bir dəqiqə, mən baxım, görüm, el cismi hansıydı, unutdum. Hə, sol tərəfdəki, sağ tərəfdəki. Sağ tərəfin kinetik enerjisi oldu 24. Gəlin yazaq, bax, bu sağ tərəf. 24 bərabərdir mv kvadratı bölü 2-dən. İndi yanına nə yazıram? 3. V kvadratının yerinə nə yazıram? X-in kvadratı bölünsün 2. Buradan 2-ni vurma kimi, 3-ü də bölmə kimi atanda 6 deməli 24. 8, 8 2-dən 16. Onda x kvadratı bərabər olur 16-ya, x da bərabər olur 4-ə. Bax, buradakı x-i 4 tapdıqsa, 3x-i də nə tapırıq? 12 tapırıq. Buradakı sürəti də 12 tapdıq. Davam edək. Görək nəyi soruşurdu bizdən. K cisminin kinetik enerjisini. İndi K cisminin sürətini tapdıq, 12-dir. V bərabər idi 12-yə. Kütləsini tapmışıq, bayaq özü veribdi, 1. Və salam, kinetik enerjini tapırıq. M-in yerinə 1 yazıram. Vurulsun V-nin kvadratı. 12 vur 12 yazaq, elə. Bölünsün 2-dən, burada ixtisar gedir. 6 qalır, 6-nı da buradan 12-yə 72 verir bizə. Sonra 10-cu sualda 2 kiloqram və 3 kiloqram olan kaliy cisimləri şəkildəki kimi sıxılmış yayın uclarına bağlanaraq ip vasitəsilə sükunətdə saxlanılır. Nə demək ki, sükunətdə saxlanılır? Yəni, başlanğıcda bunların bir sürəti yoxdur. Sürət yoxdursa, kinetik enerji də yoxdur, impuls da yoxdur. Və sonra bu yay ortadan kəsilir ki, axı sıxılıb yay. Bax, məntiqlə baxıram, bu yayı sıxmışıq. Bu ip ortadan kəsiləndə nə baş verəcək? Yay açılacaq. Yay açılanda istər-istəməz el cismi bu tərəfə, K cismi də bu tərəfə doğru hərəkət edəcək. Və
sondakı sistemin impulsu başlanğıc impulsa bərabər olmalıdır. Başlanğıc impulsda sistem sükunətdədirsə, deməli başlanğıc impuls 0. Onda son impuls da 0-a bərabər olmalıdır. 0-a bərabər olması üçün də, baxın, bu müsbət tərəfdəki impuls, sağa gedən impulsla sola gedən impulsu toplayanda mənfi ilə müsbəti bizə 0 verməsi üçün lazımdır ki, hər iki tərəf bir-birinə bərabər olsun. Baxın, bayaqki haldakı kimi, onda 2-nin 1-ə nisbətində, 2-nin 3-ə nisbətində sürətləri bölüşdürəcəyik. Necə? Bax, buradakı sağ tərəfdəki cismin sürəti V bərabərdir 2 olacaq. Bax, bura əsasən. Sol tərəfdəki cismin sürəti isə V bərabərdir 3-ə bərabər olacaq bu tərəfdəkinə. Yəni 2-nin 3-ə nisbətində paylaşdırdıq. İndi davam eləyək. İndi deyək ki, K cismi 900 kilojoule kinetik enerji alır. Gəlin K cisminin kinetik enerjisini tapaq. mv kvadratı bölü 2-dən m-in yerinə 2, v kvadratının yerinə 9 yazıram. V-sini 3 tapmışam axı. Bölürəm 2-yə, yerdə qalır nə? 9. Bir dəqiqə, V-nin x-la yazmamışam. Bir dəqiqə gözləyin, zəhmət olmasa. Burada 3x, burada da 2x götürürük. Çünki hələ o x-in nə olduğunu bilmirik. Sadəcə 3-ün 2-yə nisbətində bölmüşük. İndi burada m-in yerinə 2, v kvadratının yerinə 3x-in kvadratı, o da eləyir 9x-in kvadratı. Bölürük 2-yə, bu da bizə verməlidir. Nəyi? 900. Buradan x-in kvadratını tapa bilərik. Necə? X-lar gedir, 9-u da bura bölmək kimi atanda 100 qalır. X kvadratı 100-dürsə, deməli x nəyə bərabərdir? X 10-a bərabərdir. Daha doğrusu 100, deməli 10-a bərabərdir. Bəli, onun kvadratı 100 eləyir. Onda buradan x-i 10 tapsaq, x bərabərdir 10. Bunu bir kənardan yazaq. Sonra E cisminin gəlin kinetik enerjisini tapaq. M-in yerinə 3 yazıram. M. V-nin kvadratı. Baxın, x-i 10 tapmışamsa, onu da 2-yə vuranda nə olacaq? 20. 20-nin də kvadratı eləyir 400. 400-ü də bölürəm 2-yə, mv kvadratı bölü 2-dən. Buradan ixtisar gedir, 3 vurulsun, 200 qalır. 3-ü də 200-ə vuranda cavab edir 600. Biraz səbir tələb edir. Əslində çətin bir şey deyil. Sadəcə mərhələ-mərhələ səbirlə getmək lazımdır. Növbəti 11-ci sualda K və L cisimləri eyni istiqamətdə hərəkət edirlər, baxın, və mütləq qeyri-elastik toqquşma. Mütləq qeyri-elastik toqquşma nə deməkdir? Yəni, toqquşandan sonra birgə hərəkət edirlər. Mövzu izahlarını, əgər bilmirsə, mövzu izahlarını dinləyin ki, sonra tez-tezliyin çətinlik çəkməmək üçün. Baxıram indi. Mütləq qeyri-elastik toqquşub, yəni gəliblər, birləşiblər və birlikdə hərəkət edirlər. Kütlə də 4 və 6. İndi toqquşandan sonrakı kinetik enerjini bizə bax veribdir. İndi biz nə edirik? Toqquşandan sonra kinetik enerji mv kvadratı bölü 2 deyil. Buradan m-in yerinə 10 yazıram. Çünki artıq birləşiblər də. 4 ilə 6 10. Bölürəm 2-yə eləyir 5. Düzdür? 5 v-nin kvadratı bərabərdir 12500. Buradan v kvadratını tapmaq üçün 5-i bölmək kimi atıram. Buradan da v-nin özünü bir dəqiqə 150, 50, oradan da 50. V-nin özünü 50 tapırıq. Yəni sondakı sürəti birləşəndən sonra bunların birlikdəki sürəti 50-yə bərabər olur. İndi gəlin izah yadımıza salaq. Deməli, qeyri-elastik toqquşan cisimlərin son sürətini necə tapırdıq toqquşmadan sonraki sürətini? Əgər eyni istiqamətə gedirdisə. Təbii, impuls yolu ilə də tapa bilərsiniz, düsturla da gedə bilərsiniz. Yəni, bu dəfə də düsturla işləyək. Neynirdik son sürəti tapmaq üçün? M1V1 üzərinə gəlirdik M2V2-ni və bölürdük M1 plus M2-yə. Buradan, indi gəlin. Bu düstura əsasən bunun üstünü örtməli olacam artıq. V-nin yerinə mən yazıram 50. M1-in yerinə 4 yazıram. V-ni bilmirəm. V1-i çünki bilmirik. Üzərinə gəlirəm. M2-nin yerinə 6, V2-nin yerinə 40 yazıram və bölürəm bunların cəminə 4 ilə 6-nı topladım 10-a. Buradan 10-u vurma kimi atsam 500 bərabərdir 400V üstə gəlsin 6-nı da 40-a vurdum. Deməli 240. 500-dən də 240-ı çıxdım, qaldı 260. 260 da bərabərdir 4V-yə. Bir dəqiqə buranı mən düzəldim.
4V bərabərdir 260-a. V nəyə bərabərdir? 65-ə. Yəni, K cisminin sürətini soruşurdu, onu da biz 65 tapdıq. 12-də kütlələri M olan 2 dənə avtomobildən birincisi yerə nəzərən V, ikincisi 2V sürəti ilə əks istiqamətə gedirlər. İki cisimdir, əks istiqamətə gedirlər. Kütlələri eynidir, hər ikisi M-dir. Birinin sürəti V-dir, birinin sürəti 2V-dir. İndi bizə deyir ki, birinci avtomobillə bağlı hesablama sistemində ikincinin enerjisini tapın. Enerjini tapmaq üçün biz nə etməliyik? Birinci ilə bağlı hesablama sistemində ikincinin sürətini tapmalıyıq. Bunu da qayda olaraq onsuz da əks tərəfə gedəndə sürətlər toplanırdı. Lap gəlin qaydanı da yazaq. Hesablama sistemi birincidirsə, birincini əks tərəfə tərs çevirirəm V ilə. Və artıq hər ikisi eyni tərəfə getdi, toplayıram indi. İndi V ilə də 2V-ni topladım, oldu 3V. 3V-nin də indi V olaraq, sürət olaraq V bərabərdir 3V tapdıqsa, indi kinetik enerjinin gəlin tapaq. Kinetik enerjidə, deməli, kütlə oldu elə M-in özü. Yazıram M. V-nin kvadratının yerinə 3V kvadratı, yəni 9V kvadratı yazıram. Bölünsün 2-yə. Bu da 9MV kvadratı böl 2-dən D variantına uyğun gəlir. 13-də də elə eyni sual tipidir, bir dəqiqə. Yenə də V, 2V əks, yenə də əks tərəflərdədir. Yenə də 1 ilə bağlı hesablamada 2-yə baxırıq və fərqli olan məqam nədir? Hə, kütlələr. Bayaq M idi, indi 2M-dir. Bax, yenə də nisbi sürət eyni qaydadır, eyni şərtdir. Nisbi sürəti biz 3 tapdıq. Kütləni bu səfər 2M verib. İndi gəlin kinetik enerjini tapaq. MV kvadratı bölü 2-dən. Bu dəfə M-in yerinə 2M yazıram. V kvadratının yerinə 3-ün kvadratı nədir? 9V kvadratı yazıram. Bölürük 2-yə. 2-lər ixtisar gedir. Yerdə qalır 9V kvadratı. MV kvadratı. C variantı. 14-ə baxaq. Yerə saq buradan. Baxaq. Eyni kütləli K və L. Kiçik KL cisimləri 3L uzunluğundakı çubuqla, bu ortadakı orta nöqtəsidir. Sərbəstcə fırlanırlar. Aha. Bu sualın burada nə işi var bilmirəm. Çevrədə mərkəzləri eyni olan disk var idi, yadınızdadırmı? Bax, ona uyğun hərəkət edəcək. Bax, mərkəzləri eynidir. Burada mərkəzlə aradakı məsafə elə bir L nöqtəsində 2 qatıdır. Bax, indi oradan istifadə edəcək. K-nın, baxın, mərkəzləri eyni olan diskdə hansı kəmiyyətlər fərqli idi? Sürət idi, təcil idi, yol idi. Düzdürmü? Ancaq qalan bütün kəmiyyətlər bir-birinə bərabər idi. İndi bucaq sürəti deyirsə, bucaq sürəti bir-birinə bərabər olacaq. Sürəti eynidir, bəli, bucaq sürəti eynidir. Biri doğru götürdük. 2 də təcildən söhbət gedir. Təcil harda böyük olacaq? Uzaq məsafədə, yəni L-də K-dan 2 dəfə böyük olacaq. Burada isə deyir bərabərdir. Ona görə 2-ni götürmürük. K-nın kinetik enerjisi. İndi kinetik enerjiden asılıdır nədən? Sürətdən. Sürət də harda böyük olurdu? L-də böyük olurdu K-dan. Düzdür? Onda kinetik enerji də L-də K-dan böyük olacaq. Ancaq bizə deyir bərabərdir, səhv eləyir, biz də götürmürük. Ona görə yeganə A variantını götürürük.